Herkese salam. Salam aleyküm. Ve kanalımıza abone olun. Kanalımıza abone olun. Sağ ol, abone olun. Sağ ol. Mama ne git baktı? Ha? Sağ ol. Ata da eve indi geldi. Helal. Evet. Bir ihtiyatlı oğlu Meryem tez. Çömel. Ne var deyince çömel. İlk önce kızlar kəmərimizi taxıraq. Maşının işinməsini gözləyirik. Mən ayaqda sakit durub. Beşlərimizə baxda. Gedirik. İndi biləm deyəsiniz. Sürməyi ki var ya, yerinə deyirəm. Yoldaşım öyrədib döydü, söysün. Bismillah. Ayağımızı qazanırıq. Qazanırıq. Bizim kurtarır. Biraz tıxacda qalsaydım, yolun ortasında qalsaydım. Deməli qızlar, maşını kim sürəcək, benzin doldurmalıdır. Baxın, Murat həmişə az petroldan vurur. Mən buradan vurdum. Bizim polnu olanda səndən mutlusu yox. Gəldik 28-ə, idmana. Görün maşını harada saxlayıram. Uzağa aparacam, qaynananın məhləsinə qoyacam. Oradan da piyada 28-ə düşəcəm. Şu an tikimdə yaxdır. Yine bak, yine mərc budur. Bu yağışda fitness'e gedənlər. Maşını saxladım qaynanam üçün tərəfə, qızı 28'e saxlaya bilməzdim. Ya vurardım ya da başıma bir şey gələrdi. Biraz saxlaya bilmirəm mən. Sürməyəmə baxmayın. Ama saxlaya bilmirəm. Bu çolpalarımı kəsdiyim yerdə ne bileyim valla. Ne lazımdı Selçuk'a. İnanın ki elə əsəblərimi toxunur. Yığıram da yığılmır. Uzandığı kimi uzanmır. Burada maşın saxlaya bilərdim də. Bak bu diyor. Buradan da kod göndərə bilərdim. Ama Murat koymuş. Salımız kızlar. Biləm ki soruşasınız. Hansı fitness salona gediriz. Deməli, mən bilən bu tərəf olmalı. Əvvəl gəlirdim, yadımda çıxır. Nəsi qıraldıysa. Baxın, aşağı metrodur. Metronun bu biri təzə çıxışı. Burada da bazar store var. Bazar store'un üstü fitness salıdır. İstəsəz yazarsınız, Instagram'ın səhifələrini atarım. Qiymətlər münasibdir. Düz bazar store. Burada fitness salıdır. Yuxarı qalxacaq. Gəlmək hasatlı, qalxanda podium qalxmaq çəkilir. Dəmə baxın. Otağım üçün qalxmışdım. Baxın qızlar, bunlar. Bura qız qardırobudur. Kızların otağıdır. Burada çimirsiz qəşəng. Gör necə gözəl. Filinə qədər, darağına qədər hər şey var. Görün mənim nömrəm nədir? Bu nədir ay bacı? 17'dir bu. Nedasinlərim nasıl? Güzel mi? Özümə yemək də gətirmişəm. Bak, pendir, xiyar, toyuq ətini, kıklit. Kızlar 78 kilodan başladım. Görək indi nə qədər eləyəcəm. Aparatlar dəyişib. Bura oğlanlı qızlıdır qızlar, indidən deyim bilin. Mən sətəsindən gəlirəm deyə elə doğulum olmuş. Qızlar da çox burada. O tərəfdə qızlar da var. Mən bitdim. Mən də. Gedirəm qızlardan görüşməyə. Eve tez gəldim zaldan. Maşını gətirdim bu gözəl oğlanın. Saat 2'dir, indi 3'dür baxın. Saat 3'dür. Azadlıqda düşürdəcək məni. Mən aparmır getdiyim yerə. Der oradan maşın vur get. Miran bağçası da qızlar deyil. Düz buradan aşağıdadır. Bura parkdır, buradan aşağıdadır.
Cəlalla məni düşürdü. Mən bu aralar taksi tapa bilmirəm. Bizim Binəqədiyə taksidən düşdüm metroya. Murat mən metroda saxladı. Dedi, daha git metroda. 3 gündür metroya binirəm. Nə vaxtı minmirdim. Məni gətirib içəri şəhərə. Ortada yoxdular. Evdən tələsik çıxmışam. Ay Allah, yorğunam. Fitness salonundan saat orada qaçmışam. Maksimum Muradın əlinə taxdığım aksesuar. Bebek kremimi üzümə vurub bir dənə buraları qızartmışam. Qızlar, turistlər buranı çəkir. İstədim mən də çəkim. Bura Azərbaycandır. Gördüyünüz kimi. Pul verib getməyinizə ehtiyac yoxdur. Çünki siz buralısınız. Gəlib bu gözəllikləri gəzə bilərsiniz. Bura içəri şəhərdir. Gördüyünüz kimi ora metrodur. Boş-boş gəzirəm mən qızları gözləyənə qədər. Baxın. İçəri şəhərin gözəlliyinə baxın. Mən bir dənə içəri şəhər gəzməli yerlər də var, hə? Bura həmişə Murada Xəngələ gəlirdi. Gəzirdik. Nədir bacı? Bir yuxudan durub gəlibsə. Ağırtdı. Ağırtdı nə deyə ağıl dişimi. Bəyəxşi bir sushi yeməyə necə gedəcəyik? Hə? Sushi yeməyə. Ən qəşəyi. Gəl metropol. Ora niyə? Metropol daha yaxında. Sushi hamımız bir yerdə gedərik. Qəşəng kollektiv. Mən də gedəm metropolda qəşəng ürəyim istəyir, sifariş verib oturaq. Gedək metropola. 28-ə. Yox, buradan buradır. Piyada. Baba. Gəl. Oxuyurdu. Hacı Zeynalov Tağıyev. Sənin uğrunda fəda verib özünü. Ki sən dərs oxuyasan. Biləm reklam çəkilişinə gəlmisən. Hə, Elə Bramatoya gəlmisən. Bu gün ama o söz işləsən ki, dişim ağrıyır mənim. Ama aldama. Neysə. Ayda. Hara gəlsən? Gedib də restorana. Restoran olsa şey yemeyedim. Sen yetirməsə baxarım. Sən ala, yaxşı. Sən yersin. Nə bax? 3 saat oturarıq ki orada. Bir də söz deyim sənə. Orada Tananli var idi. Hə. Mən istifadə elədiyimdəndir. Hə. Ya bura söz deyəcəm sən. Nə şəkillər mən də çəkim. Gör mən də çəkim. Mən də çəkdim bunu. Onların şəkillərini çəkdim. Mən də deyəm orada şey çəkdim. Və o tovuz quşulu, papaqlı var. Deyir, içəri şəhərdə gedib gəzə bilərdik. Bax dişimin də onu deyir. Şu gəl soyuq girsin bura. Qızlar, mən hamısı çağırıb bura. Palit olmasın deyə Allah and olsun harasa aparacaq. Bir dənə də yeməyə alım. Sakit dursun. Bir dənə bir söz deyim. Səhərdən mən deyirəm ki, gələ bilmirəm da. Dirəşiblər ikisi də. İkisi də dirəşib də Allah and olsun gəlməlisən. Mən prosto nə olsa da sözündən dönmürəm. Bu dəqiqə mən evdə yatmalıydım. Amma sözündən dönən adamlardan deyil. Xəstə, mən gətirmişəm səni. Ay sağ ol da, yox. Mən özümdə məsuliyyət var ki, mən çağırmışam. Hə. Əslində Allahın dostu əsəbləşib bayaq Quran anladığımda bir ən yaxşı səs atıb çıxıb getmək istəyirəm. Deməli zəng edirəm ki, hardasan, belə dişim ağrır, ad boy verir. Öyle adam verirsə var. Mən amma onu səni eləsəm, sən mən aradım. Ayta çığır. Diş ağrısı. Ayta çığır. Peki gəldik. Bir məkana gəlmişik. Qəşəng oturmuşuq. İkimizin də əlində telefon. O öz telefonu qıcadır, mən telefonumu. Mən telefon oynamıram. Səhərdən 50 dənə zəng danışır, bilinmir kimlə danışır. Ay bildikdə təşkilatçısan. Ay bildik işin çoxdur. Hə, bildik. Sponsorluğun çoxdur. Amma o boyda yol gəlmişəm də, mənə də vaxtlar. Danışın görün Məryəm xanım. Ay Məryəm xanım. Bugün Ayten xanım mən yeməyə çıxardıbdır. Şam yeməyini. Şamını salın. Hə? Şamhanı. Şam deyil, yuxarıda yanır. Plektalar. Məryəm nə deyir məsələn? O gün rahat gedə bildim metroda. Hə, rahat idi, boşluq idi. Biraz gecişmişdi. Yox, Baxma. biraz gecikmişdim. Bu da eşitmə bağça 7-yə qədər imiş. Hə,
İkinci yemeği mən sifariş elədim. Amma nədənsə bu yemək tez gəldi. O necə olur? Mən mənə sınıyırlar onlar. Mən dişimə görə gözləməliyəm deyə onlar mənə sınıyır ki, tez ye. Allah gəl. Sushi gəldi. Mən sushi istəyirəm. Sushi söz vermişdi, sushi kaldırdım bana. Aldım öyle bir şey. O şey var ya, çöldən sən tutub gətirmişəm, sən də otur bir kənəsə iyi gedərsən. Yo, onun pulunu sen ödüyorsun. Hadi Sezar saatler çok kaşıktı. Ben hara geçsem Sezar yiyirəm də, bu da xəsiyyətimi bilir. Bəli, bəli. Ayter, diyette olanda. Ne geçeydi? Tarkov'da belə bir yer açıqlar, çox qəşəngdir. Kızlar, sizə bir şey deyim ki, Tarkov'da yeni qəşəng, əgər lokumlar sevirsinizsə, mütləq bura gəlməlisiniz. Cürbəcür yerlər açıqlar. Ha? Oralarda da var, mən tanıyıram da, deyə orada. Gəl sən aparacam orada. Yetişirəm uşaq qalıb ortada. Sən qalıb ortalıqda. Yedim neydi? Lokum idi də, hə? Başım yatında. Yedim lokum idi, hə? Lokum. Ayten dedi, dözmürəm, diyetdəsən sənə halva alım. Dedim, az yox, alma. Halvaya 35 manat pul verdi. Bəli. Dedim, eləmə Ayten. Dedi, yox Məryəm. Məliyəm bunu. Yaşasın. Kökü. Gəlsən. Ev yoxdur. Başqa ölkəni gəzirik. Bizim Bakıda o qədər gəzməli yerlər var ki, Allah özümüz Hə, gəzmirik. qəşəngdir. Həqiqətən. Bu cür Targovimiz var. Bakını seviyorum. Həqiqi bizim o qədər gəzməli yerlərimiz var ki, biz özümüz keşf eləmirik, gəzmirik. Valla mən də bilmirəm, mən bu şan... Soruş da, polisdən soruş. Yo, tanıyıram Beynim Mən burada metro zat görməmişəm. Gəl ha. Bak. Sən üzündən Allaha and olsun. Biz metroda. 1.49 boyundan. Yok 1.55. 1.49. Kızlara balacadı yalandan biri 1.55 eləmədim. Bax. Amma çevirən bir şeylə xoşum gəlir ki, hər dəfə gətirib kasaya ödətdirir, sonra aparır yerinə. Hə, Mira? Elçin? Kızdan gör. Olmaz. Olmaz. Bir barda. Hakikaten. Abang bu. Mən bağçası buradır qızlar. Deməli bağçaya qoydum bir an. İndi gedirəm bazıya. Ne vaxtı bazıya geçmir. Maşını saxlamamalı. Kızlar razine gelmişəm. Kızlar YouTube kanalımda da paylaşım. Ben 2019'da Fidan xanımın yanına gəlirəm. Nizam metrosuna yaxın bir ərazidə yerləşir. Bu müştərilərin rəyidir. Səhifəni də istəsəz Instagram bölməsinə keçid edib orada paylaşacağım, baxa bilərsiniz. Yaxud da soruşun, gəlin. Tam ağırsızdır. Həqiqətən çox razıyam. Bir ildən bir gəlirəm, yazısına vaxt gəlmirdi. Saat 10 tamama lazerə yazılmışdım. Tam-tamına 10 tamamda gəldim. Vaxtında çatdım. Uzun aradan sonra qızlar gəlmişəm lazerə. Nə vaxtı gəlmirdim. Canlıda Fidan yazdı, dedim qoy gəlim. Siz də qışa qədər gəlirsiniz, qəşəng yaya hazırlaşırsınız, bədənizi pürüzsüz eləyirsiniz. Qara tükləri məhv eləyir, sarı tükləri yox eləyir.
Bəzi aparatlar sarı tükləri götürmür, amma bu aparat götürür. Tam ağrısızdır. Hamilə xanımlar 3 aydan sonra gələ bilər. Çox soruşursunuz məndən. Mən hamilə vaxtı gəlirdim 3 aydan sonra. Fidan məni 3 aydan sonra qəbul elədi. Qarmalanli tükləri də götürür. Bikini nahiyəsində, qol-altı nahiyəsində qaraltıları da məhv eləyir. Ağartma effekti var, cavanlaşdırma var, foto cavanlaşdırma var. Yəni bu qızlar gəlmişəm alış-verişə. Miranın istədiklərini alım. Pampers qutarıbdır. Qulaqçıq sad istəyir. Özümə corablar aldım. Qulaqçıq istəyir bir dəyən göstərim. Bir tər tapdım en az. Gözünü göstərim. Bir də bir qulaqçıq aldım. Şuşağı yanım. Uşaqda görüb istəyirdim. Balası, nefesimin havası, ananın şahzadesi, oğlum, oğlum, benim oğlum. Kurban olurum sesine, gözünün giresine, şirin şirin gülmesine, oğlum, oğlum, benim oğlum. Allah Sen ay güzel Balçağından çiçeği sevgili cananım Elimizin göçeği gönlümü sultanım Sen hayatım boysan ay güzel Miran, mama sən sürpriz eləsin. Bax gör nə aldım seni. Qulağa tax. Bebe də var idi, sən də istəmişdin. Necə eləyirdi bebe, bax. Sən deyirə? Burası var. Sən bundan istəmişdin. Mükemmel bas. Mamam maç edirsən? Bas. Mama söyle senin alalım. En önemlisi pampers. No, nedir? Yasaklar. Mama yine ne aldı? Silmək üçün açal kaldım. Çox xoşum gəldi. Baxın. Güzeldi. Selam, ne diyorsun? Ben senin maçal kanam, seni bir blok elim çimizdireceğim. Teşekkür. Selam, sen dedin ne? Teşekkür. Ha? Teşekkür, Miran'ın her sırası var idi. Miran teşekkür. Pampesi de beğendin. Bu da atandı. Çok güzel kokusu var idi, ben de aldım. Bu da dişimizi yumaq üçün eləmə, hə? Günaydın, güne salam. Seni kurban olsun, İnan. Sana da bir şey. Ama benim bir şey alıp bir şey. Ama benim bir şey alıp bir şey. Gıcı gıcı gıcı. Şirin ne yedin sen? Sen ne tüsen soskan var? İki. Bahçeye gidirik. Bahçeye gidirik. Kızdan dalaşmayasan. Ha? Kızlar, biz bunu hər bağçaya qoyanda bir dənə qəşəng qız tapır, qəşəng. Ancaq bundan qırışır. Miran, kızdan dalaşmayasan. Atası bilirsən kızdan dalaşır. Kızlar, bugün sizcə Murat beni nereye aparıyor? Şok edici. Atam maçıda. Atam maçıda. Ben merhaba. Kime desək ki, Murat Piraşkaya görə küsüb restoran tərk elədik. Kızlar. Merhaba. O gedək 40 qəpiyə piraşka olur, ondan iyi də.
Nə? Hara gedirik? Bir də mənim işlərimə bax. Hə, gedək. Bir nəfər prəşki yeyə bilmir. Yaxşıdan mən sevdim prəşki pişirərəm. Qızlar gəldi xəstəxanaya, analizləri verməyə gəldi. Prosto bu narkoz vuranla danışmalıyıq ki, görək məni qəbul edir yoxsa yox. Onlar biraz agresiv olur, Murat, bilirsən sən. İstədiklərini götürür, istədiklərini götürmür və seçmə olurlar. Bəzisi qız olur, bəzisi oğlan olur. Nə keçək yerdə? Güzel. Keçid elə. Nəsə səhvli eləyiblər, hə? Deyir, bu çöldür. Gəlirəm də. Bura da qəşəkdir. Çox qəşəkdir axı. Buranın dizaynı üçün verirsən, çox qəşəkdir. Hamı reklamı gəlib burada çəkir, hə? Burada da bir orada fotozona. İnşallah öz obyektin olur. Balaca, biraz balaca, böyük tarzlama restoran olsun. Sırf özümə məxsus. Mən ad günümü burada eləyirsən. Hə? İnşallah. Bahalı da olsa. Teşekkür. Burada dekor ehtiyac yoxdur, elə burada çəkəsən. Kızlar, kabinetler çok qəşəngdir. Neçə kabinetiniz var? 9 tane kabinet var. Yaxşıdır. Buran neçə mərtəbədir? Lift də var, onun üçün soruşdum. İkinci mərtəbəsində restoran yerləşir, üçüncü mərtəbəsində də inşallah saat tikiləcək. Teras yoxdur? Yox, teras yox. Qəşəngdir. Amma ən yaxşı kabinet. Dağlıqdır. Oturacaqlar dağlıqdır, xadimlər evi. Ayda bura çox qəşəngdir. Ən yaxşı dağlıqdır. Ən Çox sağ olun, efendim. Burada indi təmizlik olunacaq. Ona indi silinib təmizlənəcək. Mən bildim sən pençəni buraya gəlmişsən. Niyə? Bura uyğun düşdüm. O pencənin burada qapının kraskası çıxır, pencərələrin baxımı. Ha, təmizlədək. Səhifə var. Çox qəşəng. Başqa otağı göstərə bilərsiniz Ha, burada. bax, buyur. Buyur. Siz keçin. İnci müəllimlər. Ayaq yazısı da çox qəşəngdir. Hamısına var. Bax, burada bir dənə başqa otaq alacaq var. Bura. Hollywoodun girişi də yaxşıdır. Murat Hollywoodda da işləyib. Tiger xəstəsi olanlar bura gəlsin. Bu otağın depoziti nədir? De də. İzləyiciləri bilmirəm. Sağ ol, belə səsdir. Belə səri gəlir. Restorana var, hansı? Keçək. Murat, de də. Depoziti deyil. Hə, bu otağın. Sırf bu otağın. Məsələn, qızlarla gəlirəm, əylənirəm. Sonra bu otaq məsələn 16 nəfərlik otaqdır. Normalda depoziti 1000 manat olur. Hə, yaxşıdır bu. Yəni, amma sizin izləyicilərinizə endirim edir. 1000 manat yaxşıdır məncə, hə Murat? Az günü falan olur, menyu götürürlər, ya sərbəst menyu yazarlar. O da gəlir 3000-də zada çıxır, hə, rahat. Yox, da 3000 desəm buraya heç kim gəlməyəcək, 3000 demədə. Yox, da indi sifarişdən asılıdır da. 1000 manatlıq da sifariş edə bilərsiniz. Biz məsələn, mənim ad günümdə 4000-lik sifariş elədik. Orada adam sayı çox idi. Hə, bizdə adamın sayı çox idi. Məclisinə 300 manat yazdırdıqlarımız, 100 manat yazdıqlarımız gəlib 30 manat yazdırmışdı. İndən sonra deyirəm məclis eləməyəcəm. Ay Murat, burada çox qəşəngdir. Və buranın depoziti nədir? Bura mənə görədir, az. Nə qədərdir buranın depoziti?
Buranın depoziti sənə 500. Həki 500-ü? Yaxşı deyil mi? Bura, biz sən neyəcək? Sən qiyməti soruşdursan şey edirsən. Bura çox qəşəkdir. Yəni, həqiqətən dizaynı zaten. Otağın içində televizoru var, YouTube, karaoke, sound eldə otağın. Mən həmişə yer götürəndə qızlar ayaq yoluna fikir verirəm, dizaynına fikir verirəm. Yəni hər yerdə ad gün mən eləyən deyiləm də mən. Tavanına bax. Bu çox qəşəngdir. Murad bilir də mən necə hər şeyə fikir verib ad gün eləyənə. Bax, toyumuz Flamingo'da olub. Ora Muradın işlədiyi yer olubdu. Hollywood Muradın işlədiyi yer olubdu. Orada eləmişik. Oğlumun ad gününü harda eləmişdik? Butada orada dostum işləyirdi orada. Hə. Ora çox səviyyə yerdi. Gələn yəni çox razı qalmışdı. Sonra cinsiyyət partisini də çox qəşəng yerdə eləmişdik. Terası var idi, çox qəşəng. Bizdən sonra ora partladı da. Burada balaca kabinetli belə yemək masası, sırf jurnalini. Buranın ayaq yolları qəşəngdir. Bizim toy videomuz var idi. Toy yox. Nə, səncədə? Nə? Böyük. Nikah videomuzu aileden çəkməmişlər. Ora bax. Mən də sən çək. Buranın stolları nə qəribədir. Amma belə yüngülcə onu qıraqım, çox ağır Çox və ağırdır. ağır və qəşəng stoldur, hə? Bilmir axı. Qoltuqlar Əslində buranın dizaynına görə bu stol burada sadədir. hə? Hə. Amma bu oturacaq çox bəyənir, şəffaf olduğunu deyirəm. Düzdür qəşəngdir. Stolun özü də qəşəngdir. Üstü necədir? Bura nəsə yaşıl otaqdır bura. Farfor otaqda, adı farfor otaq. Otaqların adları da var. Hamısının ayrı adı. Murad işini o qədər qızlar çox sevir ki, dəhşət. Hər yeri yoxlayır ki, görüm nəsə tapa bilir. Deyirəm, bura qəşəng bir güzgü qoya bilərsiniz. Nəsə oturacaq da qoya Burada bilərsiniz. qapı var. Harada? Məzələn çarıq. Buradan 3-cü mərtəbəyə qalxırıq ki, orada zal tikiləcək inşallah. Hə, biz bu ayaqdan qalxıq, amma liftdən qalxa bilərdik, hə? Şey, Buyurun. giriş idi qızlar. Çox sağ olun gəldiyiniz üçün. Qaçdı. O haqqımıza maraq qatdınız. Həmişə gəlin. Gedim mən. Buyurun. sağ Bizə bir olun. həkimə gələcək, gəl, gəl. Biz burada- Sən iş vaxtın Biz deyil, sən burada iş vaxtın 3-4-dür. Qızlar, ünvan, Gəl buradan çək. asal xidmət, asal xidmət. Gəl Murad, bax. Gəl buradan Arada. çox görünəcək. Yaxınlaşsın. Hə, bura Nərmanovun asal xidmətin yanındadır. Bax, necə. Yaxın məsələ, metro bura olacaqdır. Metrodan piyada 10 dəqiqəlik yol. Burada da Loro var. Loro yanımızda. Təxmini soruşdum, metronu. Hə, 10 dəqiqə. Bir turistsən, mən turistim, mən gəzdirirsən. Sən xarici vətəndaşsan, mən də sənin gəlsin. Amma o dediklər mən heç birini bilmirəm də. Bax, burada Şəki restoranı olur. Hə, Burada yox, daha doğrusu orada. hə. Prosto o indi söküblər. Hı. O indi oradan yol O heykəl çəkilib. nə idi dedin? Albert Agarunovun heykəlidir. Bizim o Tankı da özünə ediblər. hə, tankist olub, o videosu da var. Deyirlər Albert nə deyir, öz ölkəndə yaşamısan. Deyir mən bu dövlətdə Hansı doğulmuşam. ölkədən gəldi? Başqa ölkənin vətəndaşından bildiyim qədərilə. Hə, orada Amma da burada doğulub, hə? elə deyil, hə. Videosu Vətənpərvər olub da. Mən pişirmişəm, qəşəngdir. Hə, Allah'ım. Deməli, ətin içliyini demirəm. Qəşəng sozunu, zadını qəşəng bolca eləmişəm, hə? Reseptini deyim. Deyil. Udursan, hop getdi, hop getdi. Getmir, hə, ağzına. Sən ye baxım. Videonu çəkmədən də qoy yeməyimi var. Ye baxım. Mən vermir qızım.
Nərman da sizə bir dənə baba testləri tapmışam. Nuşitos, Urfalı İbrahim sofrasında. Getdik. Bu yemeğimiz nasıl Murat? O yemeği ben sipariş edeyim. Üstüme yemiyorum. Benim istemir. Analiz vermiştim diye biraz da. Yemeği de verip ben şey yiyeyim. Həmişə bax oturanda nə qədər yemək sifariş edir, hələ yenə sifariş edir. Hərəsinin də adına biraz baxır, qoyur qırağa. Deyirəm, eləmə. Çox sifariş edirsən. Bu yiyir, mən kökəlirəm. Kartofu Miran'a sifariş edib, amma Miran yoxdur. Bir şey deyəsən bəyənmədin. Ha? Beğendin? Ha? Beytinin haberim yok. Ha, onu ben de beğenmedim. Beğenmediğime göre de severim. Sosa. Bizden növbə gözləyirəm. Gəldik xəstəxanaya, yemək yedik, gəldik xəstəxanaya. Böyle olacağım. Böyle. %200'e kadar pulum geri bana ki. Yok, var 250 manat analizleri vermişim. Teyzenden əziyyətini çəkir. Qıcım ya, qıcım. Ağlım yaxşı. Anestesiya gözləyirəm. Mən qəza keçirəndə anestesiya var idi. O qədər gülməli idi Murat. Ölərdim ya. TikTok'da onlar video var. Deməli bir dəfə dedim mən reklam belə. Təsəvvürün ayaq əməliyyatı oluram. Ayağımızdakı revmatizma dedi, nə dedi. TikTok'da video var ya. Ne kadar gülmüştüm. Neyse, boş danıştıkça Murat da səbəşir. Miran şəklini göstər bir də ekrandakı. Tutsun beni. Sen birini tutmuşsan bir buralar maşınancıq məndə olur. Əsəbdən başqa heç nə yaşamıram. Çox çətindir həqiqətən maşın sürmək. Əvvəl elə bilirdim ki, belə deyim də stressimi atıram. Ancaq var ya gecə sizə maraqlı ola bilər maşın sürməyə. Yəni səhər çətindir.